Gördüğünüz LG markalı Paltoryanın barabanıdır. Bu barabanların adına razı baklardan fərqi nədir? Bunlar şuruplandı. Gördüğünüz kimi açılırlar. Bizə müştərinin müraciəti var idi ki, barabanın səs yeri söktük, gətirdik, baraban paçenikini yığacaq, hazır vəziyyətdə gətirəcəyik. Sözüm bu deyil. Diqqətlə axıra qədər baxın. Bunlar şurupla olan bakdır. Sadədir, az kəsilmək yoxdur. Yəni bu yığılır özü. Şurupun aşını yığılır. Amma anarazı bakları isə bizim üçün bu da sadələşib artıq. Heç harda yoxdur. Bizim servizdə var yeganə. Diqqətlə baxın. Bu isə adnarazı bakdır. Müştərinin 6 kiloluq artiklik Paltoryanın barabanıdır. Normalda bütün ustalar buradan kəsir. Kley şurupla, pur kleylə tikirlər. Bu isə gələcəkdə paltarlara iyi vermə ehtimalı var və verdiyi anda olur. Buradan kəsib yığırlar. Bunu da eləmirik. Mən ortadan öz aparatı ilə kəsilir və öz materialı ilə tikilir. Bu ölkədə heç kimdə yoxdur. Bir tək bizim servizdədir. Ustalar üçün də bu işi görə bilərəm. Yəni istəyirsə gətirsin ki, ay qardaş, gəl bunu mənə yığ. Mən sənə bunu kim istəsə ona da yığa bilərəm. Əsasən öz mənim izləyicilərimə səslənirəm. Adnarazı baklar bizdə belə yığılır. Yəni bu kley ilə şurupla yığılmır. Artıq o devir mənim üçün getdi, bağlandı. Bunu da tək mən eləyirəm. Bunu məndədir bu tikim qaydası. İkinci bir adam varsa yorumda yazsın və gəlsin servizdə mənə bunu göstərsin ki, eləyə bilirəm. Mən o ikinci adamı axtarıram həqiqətən. Varsa buyurub yaza bilər.